Allah öz xalqına nəzər saldı. Bu gün də İsa Məsih bizim aramızdadır. O bizə nəzər salmağa gəlibdir. Nəzər salmağa gəlib ki, indiyənə kimi Allahdan nə arzu eləyiriksə, onu həyata keçirsin. Bəlkə illərdir diləyirik. Hansısa arzunu diləyirik. Düşünür ki, artıq bu arzu baş tutmayacaq. Artıq ürəyimizdə onu öldürmüşük, çoxdan dəfn eləmişik. Bəlkə də kimsə düşünürdü ki, ailə quracam, ailə qura bilmir illərlə. Artıq bu fikri bir qırağa atıbdır. Bəlkə kimsə düşünürdü ki, mən ailə quracam, mənim evladlarım olacaq. Amma evladı olmur, artıq bu şeydən əl çəkibdir. Artıq soyuyubdur dua etməyə də. Amma Rəbb bugün xalqına nəzər salacaq. Bugün Rəbb aramızda ona görədir ki, o bütün bunları həyata keçirsin. Nəzər salsın həyatımıza. Bilirsiniz, mən əvvəl başladığım ayədə Xannanın adını çəkdim. Xanna bir qadın idi, onun evladı olmurdu. Onu hamı təhqir eləyirdi, yuxarıdan aşağı baxırdı ki, sənin evladın olmur. Ona pis təsir edirdi bir qadın kimi. Amma o bilirsiniz nə seçim elədi? O məbədə gəldi. O Rəbbi seçdi, o dua evinə gəldi. Başladı Rəbbin huzurunda için ağlamağa, acı Rəbbə fəryad edib ağlamağa. Və bilirsiniz nə oldu? Rəbb o qadına nəzər saldı. Yazılıb ki, o evinə getdi və Allah onu yadına saldı, ona evlat verdi. Çünki Xanna belə dua eləmiş ki, mənə evlat ver, mən onu sənə həsr eləyim. Gəlin bugün evlatlarımızı Rəbbə həsr eləyək. Qoy Rəbb ona nəzər salsın, onlara xeyir dua versin. Evlatlarımızı qoymayaq ki, getsin dünyaya. Çünki dünyanın axırını bilirik ki, vəziyyəti nə gündədir. Heç də yaxşı şey deyil.